1967-ci ildə göy üzünü daha dərindən incələmək üçün İngiltərədə 4 hektar ərazidə 2 il davam edən tikintidən sonra böyük bir radioteleskop hazırlanır. Bundan 2 ay keçmədən onun vasitəsilə kosmosdan nə olduğu bilinməyən bir siqnal gəldiyi öyrənilir. Bu hadisə araşdırmacıların diqqətini olduqca cəlb edir. Daha sonra siqnalların hardan gəldiyini dəqiqləşdirmək üçün güclü qabiliyyətçilərlə qeyd etməyə başlayırlar. 1-2 gün içərisində kosmosdan gələn səsin öz-özünü qəlb atışları kimi təkrarlayan radio dalğalar olduğu ortaya çıxır. Ancaq alimləri düşündürən əsas sualın cavabı hələ də yox idi. Bu nəyin səsidir və nə üçün gəlir? Bu istiqamətdə araşdırmalara davam edən alimlər göyün başqa nöqtələrindən də onun kimi siqnalların yayıldığının şahidi olurlar. Fiziklər içərisində bu səsin hətta başqa dünyalardan bizim planetə göndərilən xəbər olduğunu iddia edənlər də vardı. Ancaq çox keçmədən işin əsli ortaya çıxır. Güclü teleskoplar saniyələr içərisində özünü davamlı təkrar edən radio dalğanın dünyamızdan çox uzaqda olan bir ulduzdan gəldiyini göstərirdi. Ancaq bu işin sirrini daha da artırırdı. Günəşdən 7-8 dəfə böyük supernova adlanan ulduzlar çox güclü şəkildə partlayır və böyük bir hissəsi kosmosa yayılır. Geridə qalan hissəsi isə ya qara dəliyə, ya da neytron ulduzuna çevrilir. İlk dəfə 1968-ci ildə siqnal yaydığı öyrənilən həmin ulduz da neytron ulduzu idi. Onlardan saniyədə 1-2 saniyədə bir bundan daha zəif və ya daha sürətli olaraq bir neçə formada döyüntü səsləri gələ bilir. Bu mövzuda daha ətraflı danışmazdan əvvəl hadisə ilə bağlı digər vacib bir məsələni qeyd etmək istəyirəm. 1968-ci ildə meydana çıxan bu kəşf İslam dünyasını da həyəcanlandırmağa başladı. Çünki 1400 il öncə göndərilən Quranda alimlərin neytron dedikləri və xüsusiyyətlərini saydıqları ulduzla bənzər bir ulduzdan bəhs olunurdu. Bu, Quranda 86-cı sırada olan Tarik surəsi idi. Bismillahirrahmanirrahim. Göyə və Tarikə and olsun. Tarikin nə olduğunu hardan biləcəksən? O, işığı ilə qaranlığı deşən ulduzdur. Bu surədə işığı ilə qaranlığı deşən Tarik adlı ulduzdan xəbər verilir. Əgər siz bu surəni ilk dəfə oxuyur və ərəbcə bilmirsinizsə, 1968-ci ildə kəşf edilən neytron ulduzları ilə təqdim etdiyimiz surənin əlaqəsini görməyə bilərsiniz. Bəs hansı əlaqə var? Tarik ərəb dilində tark kökündən törəyən bir sözdür. Mənası çəkicləmək, döymək, vurmaq, bir cismə vuraraq səs çıxarmaq deməkdir. Ərəblər həmçinin gecə gəlib qapını döyən qonağa da tarik deyirlər. Qısaca, Quranın 86-cı surəsi işığı ilə deşən və döyünən, səs çıxaran ulduzdan xəbər verir. Surənin adı da tarik, döyünən, vuran deməkdir. Nə maraqlıdır ki, 1968-ci ildə İngilis alimləri kəşf etdikləri neytron ulduzuna da döyünən, vuran mənasındakı pulsar ismini verirlər. Bu kəşfin edilməsi və ulduzun xüsusiyyətlərinə uyğun adın qoyulması 1400 il öncəki Quranda olduğu kimi mövcud idi. Bir müddət sonra aparılan müşahidələrlə bu fikir daha da qüvvətləndi. Alimlər pulsar adlı neytron ulduzunun qütblərindən çox güclü fənər şəklində işıqların çıxdığını öyrəndilər. Həmin işığa baxdığımızda onu təsvir etmək üçün Quranda keçən qaranlığı deşən ifadəsinin nə qədər doğru olduğunu görəcəksiniz. Bizim qalaktikaya ən yaxın pulsar 400 işıq ili uzaqlığındadır. Bir işıq ilinin 9 trilyon 460 milyar 528 milyon 400 min kilometr olduğunu nəzərə alaraq neytron ulduzunun nə qədər uzaqlıqda olduğunu təxmin edə bilərsiniz. Pulsar öz ətrafında sürətlə dönən ulduzdur. Bəziləri öz ətrafında 1 saniyədə 1000 dəfə, bəziləri isə saniyə ərzində 62 min dəfə yaxud daha çox dövr edə bilir. Bəhs etdiyimiz ulduzun qütblərindən çıxan güclü işığı dünyadan hər dəfə müşahidə etmək olmur. Onun işığı ancaq bizim görüş xəttimizlə üst-üstə düşəndə dünyaya çata bilir. Pulsarlar o qədər sıxlığa sahibdirlər ki, ondan alınan bir çay qaşığı maddənin dünyadakı ağırlığı 100 milyon tondan daha çoxdur. Ancaq hələ də bu ulduz haqqında bütün bilgilərə sahib deyilik. Onlar nə üçün kosmosa saniyə ərzində müntəzəm olaraq özünü təkrarlayan radio dalğalar yayır? Ondan hansısa sahədə istifadə edilə bilərmi? Kainatda heç bir şeyin boşuna yaradılmadığını nəzərə alaraq pulsarın vəzifəsi nədir kimi sualların sayını artıra bilərik. Yeri gəlmişkən, deyirək ki, bu tip ulduzlar döyüntülərinin dəqiqliyi ilə vaxtı daha dəqiq ölçə bilən atom saatlarının hazırlanmasında istifadə edilir. Quranın Tarik surəsinə diqqət etdinizsə, Uca Allah bu ulduzu and içir. Həmin ayə Tarik ulduzunun nə qədər dəyərli olduğunu göstərir. Onun haqqında Uca Rəbbimiz izin verərsə, daha dərin məlumatlar gələcəkdə ortaya çıxacaqdır.